Salam, hər vaxtınız xeyir olsun, əziz kanal izləyicilərim. Deməli, bugün 11 may tarixində OTK-nın blok fənlərindən sınaq imtahanları oldu. Biz yenə də informatika fənnindən sual izahlarını sizə təqdim edirik. Suallar əlimizə indi çatdı. Deməli, bu onlayn şəkildə keçirilən sınağın suallarıdır. Yəni, əyani ilə onlaynda belə də bir fərq olmuş suallarda. Deməli, burada bizə nə veribdir? Birinci sualda deyir ki, elektron cədvəl hansı diaqram, hansı diapazon əsasında qurulduğunu müəyyən edin. Deməli, buradan gəlib baxsaq, qiymətlərimiz nədir? 14-dür, daha sonra 8-dir, daha sonra 6-dır və 4-dür. 14, 8, 6, 4 qiymətləri gəlib baxsaq, burada bu diapazonda, yəni A-nın ikincisindən D-nin ikincisinə qədər olduğunu görə bilərsiniz. 61-ci sualda cavabımız olacaq A2, D2. Yəni C variantı deyək buna. Sonra gəldik, baxdıq 62-ci sualda. Doğru olmayanı müəyyən edin. RAM operativ yaddaşdır, doğrudur. CPU prosessordur, doğrudur. LCD daimi yaddaş deyil. LCD maye kristallı monitor növüdür. Burada da sualımızın cavabı C variantı olar 62-ci sualda. 63-cü sualda Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Bizə verib n bərabərdir 33,44. Deməli, burada bizə verib y bərabərdir int n. Integer bunun tam hissəsini götürür. Yəni, y-in qiyməti bərabər olacaq 33-ə. N-in qiyməti n-in 4-ə bölünməsindən alınan tam hissədir. Yəni, biz bu 33 tam %44-ün 4-ə bölünməsindən alınan tam hissəni hesablasaq, n-in qiyməti bərabər olacaq 8-ə. Sonra gəldik, baxdıq. X n-in 7-yə bölünməsindən alınan qalıqdır. 8-in 7-yə bölünməsindən alınan qalıq 1-dir. Bu, SQ dəyişəninin qiyməti x üstü 3/1 deməkdir də. Bizə verib int. X ulduz 3/1, x üstü 3/1. Yəni, bu elə bizə yenə 1 verəcək. Çünki 1 üstü 3/1 deməkdir və tam hissəsini istəyir. R bərabərdir. Deməli, 1-in kvadratının 1 ulduz 2, 1-in kvadratı və vurulsun 3. 1-i 3-ə vuranda R-ə gəlib belə 3 alasıyıq. K bərabərdir STR Y. STR Y, yəni dırnaq içərisində 33 vurulsun. R-in 3-ə nisbəti, yəni 3-ün 3-ə tam bölünməsi. Elə bu da bizə sətir tipində 33-ü yenə də verir. Çünki bir dəfə təkrarlanmada. R-in qiyməti isə yenidən bərabərdir K üstəgələk. Yəni, dırnaq içərisində 33, sətir tipli 33 üstəgələk STR R. R-in əvvəlki qiyməti 3 idi deyə, üzərinə 3 əlavə eləyəsiyik. Bu da bizə nə verəcək? Dırnaq içərisində 333 verər və bizdən print R istəyir. Nəticəmiz 333 olar. Burada sualımızın cavabı deyək ki, bu B variantıdır. B olar. Aralarında bir boşluq olmaqla ingilis əlifbasının hərflərindən ibarət sözlər girişə verildikdə Python dilində yazılmış proqram ekrana nəyi çıxardar? Məsələn, bura biz bir sətir daxil elədik. Burada böyük A hərfini axtarır. Məsələn, tutaq ki, baxaq. Bu S.split boşluq bu nə deməkdir? Boşluğa nəzərən siyahıya, daxil elədiyiniz sətri siyahıya çevirir burada split. Yəni, məsələn, tutaq ki, burada böyük A hərfi var deyə, mən tutaq ki, bura alma, armud daxil eləmişəm. Alma, armud. Alma, armud. Məsələn, belə daxil elədim. Bu, birinci esim budursa, ikinci esim bərabər olacaq. Baba, beləsinə. Alma və bir də armuda. Bir də armuda. İndi gəlin baxaq. Nədir məsələmiz? C bərabərdir 0. For i in S siyahısının içərisinə müraciət eləyir. Yəni, i-nin aldığı qiymətlər bir dəfə alma olacaq, bir dəfə də armud olacaq. İndi gəlin baxaq. Bizə nə deyir? If len i minus 1. I birinci almadır da. Len i 4-dür. 4-dən 1 çıxanda 3. Deyir ki, i-nin 3-cü indeksi böyük a-ya bərabərdirsə, i-nin 3-cü indeksi. I-nin 3-cü indeksi də saysan 0, 1, 2, 3. Sonuncu hərf.
Deməli, sonuncu hərf A olanda onu S bərabərdir S plus 1. S-ni bir vahidə artırır, sayır. Deməli, bu neyinir? Sonuncu hərfi A olanları sayır da. Çünki çıxışa print C veribdir. E, deməli, A hərfi ilə bitən sözlərin sayını, burada da sualımızın cavabı bu 64-də B variantı olar. Burada bizə nə deyir? Verilənlər bazasında bir sorğudur. Birinci baxıram bu mötərizənin içərisində yaşı 14, sinif 11, yaş 17, sinif 11, yaş 17, sinif 11 olan birinci sətirdir, 6-cı sətirdir, 7-ci sətirdir. Sonra verib or. Or birləşmədir. Hələ bu nota bax, əvvəldəki nota baxmıram. Sonra baxıram not nəticə kiçikdir 90. Nəticə kiçikdir 90-ı inkar edirsə, deməli nəticəsi 90-dan böyük bərabərləri götürürəm. Bu da 3-cü sətirdə var, 4-cü sətirdə var və bir də 3-4-dən başqa bir də 7-ci sətirdə var. 3-cü, 4-cü, 7-ci sətirlərdə var. Bunların birləşməsi bizə 1, 3, 4, 6, 7-ni verəsidir. Ancaq bax, ümumi bu mötərizənin nəticəsinin əvvəldən not var, inkar edir. Yəni 1, 3, 4, 6, 7-ni götürmərəm. 1, 3, 4, 6, 7-ni də çıxdım. Yerdə nə qaldı? 2 qaldı və bir də 5 qaldı. 2, 5 də bizdə sonuncu Y variantında verilib 65-ci sualımızda. 66-cı sualda deyir ki, əlifbadakı simvollar ardıcıllıqla birdən başlayaraq 8-li say sistemində 2 rəqəmlə şifrələnib. Şifrdə istifadə olunan R simvolunun sayı. Deməli, biz gəlib saysaq, birdən başlayaraq nömrələnibsə, 1, 2, 3, 4, 5, 6, 7, 8. İndi bunlar 2 rəqəmlə nömrələniblər. Yəni, A olacaq 0, 1, B olacaq 0, 2, C olacaq 0, 3, yəni bu şəkildə. 7-yə çatandan sonra artıq H olacaq 10, I olacaq 11, J olacaq 12, K olacaq 13, L 14, M 15, N 16, O 17. 17-yə çatandan sonra artıq 8-lik say sisteminin ən böyük rəqəmi 7-yə növbəti 20 gəlir. Q 21, R də 22 olasıdır. Deməli, bizdə R-in 8-lik kodu 22-dir. Gəlirəm burada 22-lərin sayına baxıram. Burada da 22-lərin sayı neçə dənədir? Bir dənə burada 22 var, bir dənə burada 22 var. Deməli, bizdə 2 dənə R simvolu olasıdır. Burada da cavabımız C variantı olar. 66-cı sualda. 67-də ədədinin 8-lik say sistemindəki təsviri hansı rəqəmlə başlayır? Deməli, mən bu 20-ni 16 üstə gəl 4 vur 32 üstü 5 yazsam, 32 üstü 25 yazsam. Bu 16-nı 2 üstü 4 üstə gəl 2 üstü 2 vuraq 2 üstü 5 üstü 25. 5 üstü 25 nə eləyər? 125 eləyər. 125. Buradan vurub atsaq mötərizəni 2 üstü 129 üstə gələk 2 üstü 127 alarıq. Deməli, bunu da biz 8-lik say sisteminə çevirsək. Əvvəlki sınaqlarda da baxsaz, mən bu tipli sualları izah eləmişəm. 2 qüvvətlərin 8-lik say sisteminə götürəndə qüvvəti götürürsüz, bölürsüz 3-ə. Nəyə görə? 8-lik say sisteminin bir simvolunun həcmi 3 deyə. 129-u 3-ə böləndə, 12-ni 3-ə böləndə 4, 9-u 3-ə böləndə 3, 43 qalıq 0. Bu nə deməkdir? Yəni bu ədədin, yəni bu 229 ədədinin 8-lik say sistemindəki qarşılığı qalıq 0-dır deyə. Birinci rəqəm olur 2 üstü 0. 1. Yanında da sıfırların sayı, baba buradakı sıfırların sayı 43 dənə sıfır olasıdır. 43 dənə sıfır olasıdır bunun yanında. Tam hissə həmişə sıfırların sayı. Sonra gəlir 2 üstü 127. 127-ni də yenə də 127-ni də bölürsünüz 3-ə. Burada nə qalır? 12-ni 3-ə böləndə 4, 7-ni 3-ə böləndə 2 düşür, qalıqda qalır 1. İndi burada 2 üstü 127-də də belə olacaq. Qalıq 1-dir deyə, qalıq 1-dir deyə. Burada olacaq 2 üstü, birinci rəqəm olacaq. Qalığı həmişə 2-nin qüvvətinə qoymaq lazımdır. 2 üstü 1 eləyəcək 2. Burada da neçə dənə 0 olasıdır? Tam hissə 42-dir deyə. Burada da 42 dənə 0 olasıdır. Sonra da gəlib bunları cəmləyəndə bunların hamısı onsuz da 0 eləyir. 2 bura düşəcək, 1 də bura düşəcək. Təsvirində hansı rəqəmlə başlayır? 1 rəqəmi ilə başlayır. Burada da cavabımız Y variantı olacaq. Mətn informasiyasının çevrilməsində 2 əməliyyat icra edilmişdir. Kodlaşdırma standartı
ASCII-dən 65536 simvollu əlifbaya dəyişdirin. Deməli, biz desək Q1 bərabərdir. Simvolların sayını n ilə işarələsəm, desəm ki, n simvol var, n simvol və ASCII standartında 8 bitlə kodlaşır. Onda Q2 bərabərdir. Deyir ki, simvolların sayı 4 dəfə azaldılıb. Onda simvolları 4 dəfə azaldıram, n bölünsün 4 simvol və 65536 nə deməkdir? 2 üstü 16 deməkdir. Deməli, bu da 16 bitlə kodlaşasıdır. Buradan Q1-ə alıram 8n, Q2-yə alıram, ixtisarlarımı aparsam 4n. Deməli, mətnin həcmi 8n-dən 4n-ə düşübsə azalıb. Neçə dəfə azalıb? 2 dəfə azalar. 68-ci sualda cavabımız D. 69-cu sualda nəticəsini müəyyən edin deyir bizdən. X bərabərdir 3, Y bərabərdir 4. Burada X-i hesablasam, X 3 üstə gələk. 3 vur 4. 3-ü 4-ə vursam 12, üstə 3 gəlsəm 15, üstə 1 gəlsəm, burada gəlib alıram X bərabərdir 16. Burada nə alasıyam? Y bərabərdir 2Y. 2-ni 4-ə vurdum. 8, üstə 16 gəldim. 24, 2 çıxdım. Y-ə də gəldim aldım 22. İndi şərtə baxıram. X böyükdür 16, 22-dən böyükdür? Yox. Əndin bir tərəfi yanlışdırsa, if 6 ifadəyə baxmağın mənası yoxdur. Elifə baxıram. 22 böyükdür 16-dan. Bəli, orada bir tərəf doğrudursa aşağını icra edə bilərəm. X plus Y-də onsuz da 40-dan kiçikdir deyə Y-ə Y plus X-i hesablayıram. Deməli, burada Y-in qiyməti bərabər olasıdır 22 plus 16. Bu da bizə verir 38. Nəticədə məndən 1 də X plus Y istəyir. X-in qiyməti 16, Y-ə də son qiyməti 38 almışam. Bunların cəmi çıxışa getməlidir. 16, 38 bizə verəcək 54. Burada da cavabımız D variantı olar. Düzgün yazılmış IPv4. IPv4 ünvan 4 hissəli IP-dir. Bilirik ki, bunlar 3 nöqtə ilə ayrılır. 4 hissədən ibarətdir və hər biri 0-255 arasında qiymət almalıdır. 0 da ala bilər, 255 də ala bilər. Əsas məsələ 4 hissə olsun və 255-dən böyük qiymətlər olmasın. Birincidə 3 hissədir, 1 yanlış. İkincidə doğrudur, 4 hissədir, hər biri 0-255 arasındadır. Üçüncü doğrudur, 4 hissəsi 0-255 arasındadır. Burada 256 var. Birinci hissədə olmaz. Burada 0-255 arasındadır. Sonra burada da 0-255 arasındadır. Burada hissələrimin sayı çoxdur 4-dən. Ona görə bu da olmaz. 2, 3, 5, 6. Burada da sualımızın cavabı C variantı olar. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Deməli, L bərabərdə 3, 1, 4, 5, 6, 7 veribdir bizə. L-dən 3-ü silsin. Remove 3. Remove 3 deyəndə L bərabər olacaq 1, 4, 5, 6, 7. Sonra nə deyir? L insert 3, 3. Yəni deyir ki, 3-cü indeksin yerinə 3 əlavə elə. Mən bunu 0, 1, 2, 3 nömrələsəm, 6-nı sabitələyib 6-nın yerinə 3 yazacaq. L bərabərdir 1, 4, 5. 3-cü indeksin yerinə 3 yazır. 6 ilə 7-ni ditələyir sağ tərəfə. Bu indeksin yerinə append isə həmişə sola əlavə edir. L.append 3. Bu da olacaq 1, 4, 5, 3, 6, 7 və bir də 3. Append sondan əlavə edir. Deyir ki, delete L-in len 3. Burada len 3. Bax, bu lenin bu L siyahısına dəxli yoxdur. Bu biraz karıxdırıcı sualdır. Yəni, buradakı len 3, yəni sadəcə sizə elə bir Pythonda heç bir siyahı falan olmadan sizdən soruşur ki, len 3-ün nəticəsi nədir? Yəni, bu sətrin içərisindəkini saymaq istəyir də sizdən. Məsələn, len mötərizənin içərisində, dırnaq içərisində kitab yazsaydı, siz kitabın simvollarını saymayasıydınız. Yəni, burada da dırnağın içərisindəkini say deyil. Burada dırnağın içərisində bir simvol var deyil. Yəni, əslində burada len L1-i nəzərdə tutur da. Çünki bu len 3-ün nəticəsi 1-dir. Onda mən birinci indeksi silməliyəm. L-in birinci indeksi 0, 1. Onda buradan sonra siyahı olacaq belə. 1, 5, 3, 6, 7 və 3. Sonra sum L3. 3-cü indeksə qədər deyir cəmlə. 0, 1, 2, 3-ə qədər cəmlə. Yəni, bura qədər. 1, 5, 6, 3. Bunların da cəmi, bu da bizə verər 9. Burada da sualımızın cavabı nə olar? Y variantı 9 olar.
Sonra gəldik, baxdıq 72-ci suala. E, deməli, burada bizə nə deyir? Burada bizə deyir ki, A təpəsindən P təpəsinə, G təpəsindən keçib M təpəsindən keçməməklə neçə müxtəlif yolla getmək olar? Deməli, A təpəsindən P təpəsinə, G təpəsindən keçib M təpəsindən keçməməklə neçə müxtəlif yolla getmək olar? Deməli, mən M-dən keçməməliyəmsə, M-ə gedən yolları qaralayıram, M-dən çıxan yolları qaralayıram və mütləq mən G təpəsindən keçməliyəm deyə G-dən keçməyən yolları da gəlib qaralayıram. Məsələn, bu A-dan H-a gedən yolu qaralayasıyam ki, o G-dən keçməyəcək. Y-yə gedən yolu qaralayıram, Y-dən H-a, D-dən F-ə gedən yolu qaralayıram. Burada da gəlib bu D-dən C-dən keçməyən yolu qaralayıram. Eyni zamanda A-dan da C-dən getməyən yolları qaraladım. A-dan P-yə ancaq bu istiqamətdə gedəsiyəm mən, C-dən keçməklə. O-dan P-yə bir yolla gedə bilirəm. L-dən P-yə O-dan keçməklə və birbaşa 2 yolla gedə bilirəm. Onda mən C-dən P-yə yalnız O-dan keçməklə gedə bilirəm deyə. Burada bir yolla gedə biləcəm. C-dən C-yə keçsəm 1, L-ə getsəm 2 yol. C-dən 3 yolla gedə bilərəm. D-dən də yalnız G-dən keçməklə gedə bilərəm deyə. Burada da 3 yol olacaq, onda A-da da 3 yol olacaq. Burada da sualımızın cavabı 72-də A variantı. Sonra gəldik, baxdıq. Deyir ki, A1 xanasındakı düsturu B1 və B2 xanalarına köçürdükdə B4 xanasında alınan qiymətin 36 olması üçün A2 xanasına hansı natural ədəd yazılmalıdır? Mən bura bir x desəm, bunu B1, B2 xanasına köçürsəm, B1-ə köçürsəm, B1-də alınacaqdır. Sütun üzrə sürüşdürəndə hərfim dəyişir də. Olacaq B2 plus 2. Burada gəlib sürüşdürsəm, B1-ə B2-yə də sürüşdürsəm, B sütun üzrə sürüşəndə rəqəmim artırsa, burada sətrim artacaq. B3 plus 2 olacaq. İndi mən gəlib bunları hesablasam, B3-ə 11 yazıldığına görə 11 üstə gələk 2. Bura 13 olacaq. Burada 13 tapdığıma görə B2 13 üstə gəlir ki, burada 15 olacaq. Onda bu 4 sam A1 B2-nin nəticəsi bizə 36 verirsə, A1 B2 bu diapazondur da. Gəlib buradan bir dənə tənlik yazacağım. A2 x demişəmsə, x üstə gələk x plus 2 üstə gələk 15 üstə gələk 13 bərabərdir 36-ya. Buradan gəldik, dedik 2x bərabərdir 15, 13, 28, 2, 30. 36 çıxaq 30-a, x də bərabərdir 3-ə. Burada da cavabımız olacaq D variantı 3. Yəni bura 3 qoysaq, bu cəm A2 xanasını 3 qoysaq, cəm 36 verəcək. Avtomatik qurğu 1024-2048 ölçülü rast qrafik təsvir yaradır. Bu təsvirin sürəti 220 bit böl saniyə olan rabitə kanalı ilə 14 saniyəyə ötürüldüyünü bilərək palitrada ola biləcək rəng çalarlarının maksimal sayını müəyyən edin. Deməli, mən birinci həcmi hesaplayaram. Q bərabərdir VT düsturundan. Həcm 2 üstü 20 vurulsun 14 bit eləyər də bizdə ümumiliklə. Onda məndə təsvirin ölçüsü də verilibsə, mən burada 1 pikselin həcmini hesablayaram. I bərabərdir Q bölünsün A vur B deyərəm. Yəni təsvirin ümumi həcmin təsvirin ölçüsünə böyütsəm 1 pikselin həcmini alaram. Buradan da alıram 2 üstü 20 vuraq 2 üstü 20 vuraq 14. Bu 14'dür. Bölək 2 üstü 10 vuraq 2 üstü 11. Yəni 7 vuraq 2 üstü 21 bölək 2 üstü 21. 2 üstü 21'lər getsə, mən rəng dərinliyinə 7 bit alıram. Onda rəng çalarlarının maksimal sayı n bərabərdir 2 üstü e düsturu ilə hesablanır. Buradan 2 üstü 7-yə 128 ala bilərəm. 74-cü sualda cavabımız Y variantı. Deməli, 75-ci sualda Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Burada i kiçikdir bərabərdir 10 veribdir. Hər dəfə n-i i-yə vurur. Deməli, bu n nəsə faktor, i-nin də bir vahid artırdığına görə mən burada n-in faktorial olduğunu deyə bilərəm. Yəni, n faktorialı hesablayır. Və hər dəfə n-ə alınan nəticə S siyahısının içərisində sayı 1-ə bərabərdirsə, onları gəlib sayır və nəticədə onu çıxışa verir. Deməli, mən əslində bu fraqment neyinir? Bu fraqment S siyahısının içərisində olan faktorialları sayır. Məsələn, gəlin baxaq. I-nin qiyməti 1-dir. 1-i 1-ə vuranda 1 eləyir. 1 deyir, S-də 1-in sayı 1-ə bərabərdir. Bəli, S siyahısında bir dənə 1 var.
K-nı gəlib bir vahid artırır. K-nın qiyməti olur 2. K-nın qiyməti olur 2. N-in də qiyməti elə 1 idi. I-ni gəlib 1 artıracaq. I-nin qiyməti olacaq 2. İndi gəldik baxdıq. 2 kiçikdir bərabərdir 10-dan. Bəli, N-i i-yə vurur. N-in qiyməti olur 2. S-də 2-nin sayı 1-ə bərabərdir. Bir dənə 2 var. K-nı 1 də gəlib artırır. K-nın qiyməti olur 3. Və i-ni gəlib 1 artırır. I-nin qiyməti də olur 3. 3 kiçikdir bərabərdir 10 olduğu üçün N-i i-yə vurur. 2-ni 3-ə vurur, olur 6. S-də 6-nın sayı 1-ə bərabərdir. Bəli, K-nı 1 artırır. K-nın qiyməti olur 4. Və sonra növbəti dəfə i-ni 1 artıranda i-nin qiyməti olur 4. N-i i-yə vurur. 6-nı 4-ə vurur. 24. 24 S-də 24-ün sayı 1-ə bərabərdir. Bəli. Deməli, ümumilikdə bu hər dəfəsində, yəni n-i i-yə vurduqca görürsünüz, ardıcıllıqla vurur da. Bu faktorialdır. Bu, buradakı faktorialları sayır. Amma nəzərə alın ki, k dəyişəninin başlanğıc qiyməti 1-dir. Onda mən 1 faktorial 1-dir, 2 faktorial 2-dir, 3 faktorial 6-dır, 4 faktorial 24-dür, 5 faktorial 120-dir, 6 faktorial 720-dir. Artıq 720-ni 7-yə vursam, bu artıq buradakı ədədlərin heç birini verməyəcək mənə. Yəni artıq 6 faktorialdan sonra vur 7, vur 8, vur 9 hallarında bunların heç biri siyahıda olmayacaq. Ona görə k-nın üstünə 1 əlavə eləməyəcək. K 1 idi. 6 dəfə də üzərinə 1 əlavə eləsə, burada cavabımız A variantı 7 olacaq 75-ci sualda. Sonra bizə nə deyir? Yanlış mülahizələri müəyyən edin. Deyir ki, list JPG faylına keçid edir. Burada nə istəyir? Yanlışı istəyir bizdən. List JPG faylına keçid edir. Bu doğru fikirdir. İstinad göstəricisi kimi dim JPG faylı istifadə olunur. Doğru fikirdir. Çünki iki ATG-nin arasında istinad göstəricisi olur. Dim JPG adlı fayla keçid edir. Yanlış fikirdir. Dim JPG faylı web səhifədə əks olunur. Yəni bu dim JPG səhifənin özündə görünəcək. Doğru fikirdir. İstinad göstəricisi kimi listdən istifadə olunub. Yanlış fikirdir. Dimdən istifadə olunmuşdur. List JPG faylı keçidli web səhifədə əks olunmur. Bu da yanlışdır. Deməli 76-cı sualda cavabımız 3, 5, 6 olar. Variantımızda D variantı. Alqoritm fraqmenti icrası nəticəsində S dəyişəninin hansı qiyməti çap olunar? Deməli, burada gələk baxaq da asan yol, S-i də dəyişir, B-ni də dəyişir, icra eləyək. A bərabərdir 23, B bərabərdir 34, S bərabərdir 10. A 177-dən kiçikdir, bəli. S-in üzərinə B-ni əlavə eləyir, S-in qiyməti olur 44. B-dən 1 çıxır, B-nin qiyməti olur 33, gəlir A-nın üstünə S-i əlavə eləyir, 23-dən 44-ü toplayır, alır A-ya 67. Yoxlayır ki, 67 177-dən kiçikdir. Hə, S-lə B-ni cəmləyir. 33-lə 44-ü cəmləyib S-ə bərabər eləyəsiyik. S-ə alırıq 77, B-ni biraz aldırıq, B-nin qiyməti olur 32. A-nın üzərinə yenə S-i əlavə eləyirik. 67 ilə 77-ni toplayırıq, A-ya gəlib alırıq 144. 144 kiçikdir 177-dən yenə hə deyirik. S-lə B-ni toplayırıq. S-ə bərabər eləyirik. S-in qiyməti olur 109. B-ni biz azaldırıq. B-nin qiyməti olur 31. A-nın üstünə S-i əlavə eləyəndə bu dəfə gəlib alırıq 253 A-ya. Artıq A 177-dən kiçikdir deyil deyə gəlir yox qolunda nəyə çıxışa verir? S-i çıxışa verir. S-in də son çıxışa gedən qiyməti nə olacaq? 109 olacaq. Burada da cavabımız olasıdır. Bu C variantı 109. Sonra baxdıq, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Bu N-ə 30 verib, 1-dən 29-a qədər deməli görək bu neyniyəcək? Birinci, gəlib baxıram, məsələn, mən bunu çalışdırsam, bu nə verəcək mənə? S bərabərdir, S üstə gələk, 0 üstə gələk. I-nin x-in birinci qiyməti 1-dir də. 1-in ona bölünməsindən alınan qalıq 1 və STR x. Bunu sətrə çevirir 0-cı indeks. 1-i sətrə çevirəndə elə 1-dir, 0-cı indeksi yenə də 1-dir. Bu mənə verəcək 2. Sonra təzədən x-in məsələn 2 qiymətini götürsəm, S üstə gələk, 2-nin ona bölünməsindən alınan qalıq 2-dir. STR x-in 0-cı indeksi elə bu yenə də bizə 0-cı indeks 2 verəcək də. Bu da eləyir üstə gələk 6. Onda bu belədir. Burada sizə bir balaca riyaziyyat lazımdır.
Baxın bu əvvəlcə ilk 10 ədədə qədər, yəni 1-dən 9-a qədər belə gedir proses. 1-dən 9-a qədər baxın rəqəmlərin cəmləyir, amma 2 dəfə götürür də. 1 1 gəlib, 2 2 gəlib. Sonra məsələn mən x-ə 3 götürsəydim, 6 üstə gələk. Bir dəfə 10-a bölünmədən alınan qalıq 3, bir də 3-ü sətrə çevirib 0-cı indeksi olaraq götürür 3. Deməli bu 1-dən 9-a qədər rəqəmləri cəmləyir hamısını. Amma iki dəfə cəmləyir də. Ona görə mən gəlib 1-dən 9-a qədər ədədləri cəmləyib, sonra bunu vurasıyam 2-yə. İndi gəldik baxdıq. Bu bizə nə verəcək? 1, 9, 10, 10. 1-dən 9-a qədər 9-dan ədəd var. Mən bura 10 yazmışam. Bu 9 olmalıdır. Yəni bunu 9 kimi hesablayın. 10-u 2-yə böldüm 5, 5-i 9-a vurdum 45, 45-i də 2-yə vurdum 90. Yəni baxın, burada 1-dən 9-a qədər olan qiymətlərdə mən S-ə alasıyam 90. İndi davam edirəm. Tutaq ki, mən 10-dan 29-a qədər olan prosesi hesablayıram. Məsələn, tutaq ki, mən 9-a qədərlərə cəmlədim, S aldım 90. İndi mən x-in yerinə tutaq ki, deyirəm ki, x bərabərdir 10, 11 qoyub yoxlayıram. X-in yerinə 10 qoysam, onun 10-a bölünməsindən alınan qalıq 0-dır. Onun STR-ə çevirsəm 0-cı indeksi 1-dir. Bu mənə verəcək 91. Sonra gəlirəm. 91-in üzərinə 11-i 10-a bölünməsindən alınan qalıq 1-dir və 11-in birinci indeksi yenə də 0-cı indeksi yenə də mənə 1 verəcək. Bura alıram 93. Sonra davam eləsəm 93-ün üzərinə 12-nin 10-a bölünməsindən alınan qalıq 2-dir və 12-nin 0-cı indeksi 1-dir deyə bura gəlib alacam 96. İndi mən bunu cəmləsəm, məndə yenə də 0-dan 9-a qədər, yəni bu 90-ın üzərinə gələcək təbii ki. Bu ayrı hesablayıb sonra gəlirəm. 0-dan 9-a qədər ədədlərin cəmi, 0-dan 9-a qədər ədədlərin cəmi. Bu ümumilikdə 10 dənə ədəd eləyir və üstə gələk, hər dəfəsində də 0-cı indeksi 1 gəlir. 0-dan 9-a qədər 10 dənə 1 var deyə üstünə də 10 gələcək. Bu da mənə verəcək elə bir 0-dan 9-a qədər 9, 90, 45, 45-in üstünə 10 gəlsək 55. Deməli 10-a qədər cəm 90 eləyirdi. 29-a qədər də üstünə 55 əlavə eləyəsiyəm. 90 üstə gələk 55. Bu da mənə verəsidir 145. İndi məndə nə qaldı? 10-dan 29-a qədər bu prosesdə idi. Burada 1-dən 9-a qədər getdim. Burada da 10-dan 29-a qədər getdim. O üzr istəyirəm, 29-a yox, 19-a qədər. 19-a qədər getdim. İndi gəlirəm bura. Burada nə gedəsiyəm? Burada da 20-dən 29-a qədər gedəsiyəm də. İndi tutaq ki, burada S-in üstünə 145 üstə gələk. 145 üstə gələk. Nə olacaq? 145 üstə gələk. Deməli, yenə 20-nin 10-a bölünməsindən alınan qalıq 0. Burada da ancaq 2-ləri gələcək. Çünki 0-cı indeksi birinci rəqəm düşür də, birinci rəqəm 2-dir. Bu eləyəcək, məsələn, 147. Sonra 147-nin üstə gələcək, x-in qiyməti 21 olacaq. 21-in 10-a bölünməsindən alınan qalıq 1-dir, yenə 0-cı indeksdə 2-dir. 147-nin üstünə gələcək, bu da 150 eləyəcək. Onda təzədən burada yenə 0-dan 9-a qədər cəmlər və bu dəfə də 10 dənə 2, 20 əlavə eləyəcək. Bayaq 1 əlavə eləmişdi. 10 dənə 1 əlavə eləmişdi. 10 yazdım. İndi 10 dənə 2 əlavə eləyəcək deyə 20 yazıram. Bunu da cəmləsəm 9, 90, 45, bu da eləyəcək 65. Ümumi bayaq 145 idi. 145-in də üstünə 65 gələrəm. Bu da mənə 210 verər. Burada cavabımız C variantı 210. Biraz riyaziyyat lazım idi bura. Yəni bunu hissə-hissə həll edib tapmaq çətin məsələdir. Yəni riyazi olaraq yanaşma eləmək lazım idi. 79-cu sualda HTML koduna əsasən veb səhifə haqqında doğru mülahizələr. Deyir ki, arxa fona rəng təyin olunmuşdur. Bunu düz deyir. Niyə? Çünki burada BG color var, background color var. Arxa fonun rəngi olacaq. Bir doğru. Nişanlanmış siyahı. Nişanlanmış siyahı ul tegi iləndir. Unordered list. All order listi. Nömrələnmiş siyahıdır. All. Burada olman verilib deyə. Bu iki yanlışdır. Cədvəldən istifadə olunmayıb. Çünki burada cədvəl teqləri TR, TD belə bir şeylər yoxdur. Sonra
Keçid olunmuş istinadlara rəng. İstinad veiling ifadəsi var. İstinadın bəli rəngi var burada. 4 doğrudur. Web niyə yazmalı qələmimiz? Hə. Sonra nə deyir bizə? Sonra deyir ki, web səhifədə əks olunacaq mətnlərə rəng təyin olunmuşdur. Burada mətnin rənglənməsi üçün əməliyyat yoxdur. Ona görə 5-də yanlışdır. Burada sadəcə doğru olan variantlarımız nə olacaq? C variantı 1 və 4 olacaq. Sonra baxdıq 80-ə, 8-lik say sistemindəki təsvirini. Bunları ayrı-ayrılıqda birinci F-yeni çevirək 8-liyə. 16-lıqdan 2-liyə keçərəm. 2-liyə keçəndə nətər keçərəm 2-liyə? F1, 1, 1, 1-dir. Y-də 1, 1, 1, 0-dır. 8-likdən 2-likdən 8-liyə keçəndə 3 qruplaşdırıram. Bu mənə 3 verəsidir. Bu mənə 7 verəsidir. Bu da mənə 6 verəsidir. 376 8-likdə 376. Onun üstünə gəlirəm 67-ni. 6 ilə 7-ni toplayanda 13. 8-dən böyükdür deyə 8 çıxıram. 5 bir yadda. 13 bir də yadda 14. 8 çıxıram. 6 bir yadda. 3 bir də yadda 4. Bunu gəldim. Bunları topladım. Sonra üstə 1 gəlirəm. Üstə 1 gələndə alacağım 466. Üstünə də 10 onluq say sistemində. 10 onluq say sistemində 8-ə belə getsəm, yəqin ki, mənə 12 8-likdə verəcək. Bunun da üstünə gəlirəm 12 8-likdə. 6 ilə 2-ni toplayanda 8. 8 çıxıram 0 bir yadda. 6 ilə 1 7, 1 də yadda 8. 8 çıxıram 0 bir yadda. 4 1 də yadda 5. Buradan da alıram A variantı 508-likdə. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Deməli, burada nə edir? Burada S bizə bir sətr verilib. Sonra S siyahı verilib. S bərabərdir. Bu S-i sətrə çevirəndə olur beləsinə də 2, daha sonra 0, daha sonra diyez, daha sonra 3, daha sonra bir də 0, daha sonra diyez, daha sonra 1 və daha sonra 0. İndi baxaq. Bizə nə veribdir? Deyir ki, SI i də i sıfırdır, i sıfırdır. Bunu da indeksləsəm 0, 1, 2, 3, 4, 5, 6, 7 indekslərini nömrələsəm. Deyir, nə zaman ki, i len-s-dən kiçikdir, len-s-də 8 olacaq da burada. Onda r-in üstünə s deyir, i gəl. Əks halda s-i-nin üzərinə r əlavə elə. İndi gəldik, baxdıq, nədir məsələmiz? S-i diyezdən fərqlidirsə, r-in üzərinə s-teyir i-ni gəl. Yəni, burada s-teyir i sıfırdırsa, birinci olacaq, r də boş sətirdir də. R bərabərdir, boş sətrin üstünə mən gəlirəm sıfırı, bu elə mənə 0 verəcək. Sonra gəldik, baxdıq. i-ni 1 artıracaq, i-nin qiyməti olacaq 1, qayıdacaq 1 kiçikdir 8-dən olduğuna görə və birinci indeksdə diyezdən fərqli olduğuna görə yenə r-in üzərinə 1-i gələcək. Yəni, elə bir 0-ın üzərinə 1-i gəlir. Bu dəfə buna alırıq 0, 1. Sonra i-ni 1 artırır. i-nin qiyməti olur 2. 2 8-dən kiçikdir deyə və ikinci indeks diyezdən fərqli deyil deyə else düşürəm. Bu dəfə r bərabərdir si. Yəni, bu dəfə olur diyez üstə gələk 0, 1. Diyez üstə gələk 0, 1. Deməli, bu diyez indekslərində, onda bu olacaq diyez 0, 1. Onda ümumiləşdirsək, da mən bunu axıra qədər getməyəcəm. Bu diyez simvolları olanda diyez simvolların önə atır. Qalan hallarda indeksləri ardıcıllıqla yazır. Bax, diyez olanda diyezi önə atdı, 0, 1 yazdı. İndi məsələn, ardıcıllıqda mən tutaq ki, i-nin artıq 1 artırıb 3 desəm, indi baxın 3-ü axıra yazacaq. Niyə? Çünki 3 diyezdən fərqlidir deyə, bax görürsünüz, bu dəfə r üstə gələk yazıb. Yəni, diyez 0, 1 üstə gələk, s-teyir i. Yəni, dırnaq içərisində 3. Bu da olacaq diyez 0, 1, 3. Bu şəkildə. Onda ümumilikdə baxsaq, 2 dənə diyez var. Bu diyezlərin ikisini də atacaq əvvələ. Qalan indeksləri də
Yəni bir dənə bu, bir də bu əvvəldə olacaq. Qalan indekslər ardıcıllıqla yazılmış olacaq. 0, 1, 3, 4, 6 və 7. Düzdürmü? 0, 1, 3, 4, 6 və 7 bu ardıcıllıqla çap olunacaq. Belə bir variant deyib burada. C variantında verilibdir. Mən axıra qədər izah eləmədim, çünki gedişatı e, dedim, yəni çox vaxt itirmək istəmədim sualın üstündə. Siz prosesi axıra qədər getsəniz, yenə də bu nəticəni gəlib ala bilərsiniz. 82-də distant təhsil T simvolundan dərhal sonra. T simvolu buradadır, buradan dərhal sonradırsa. Ardıcıl olaraq 4 dəfə backspace. Backspace nə edirdi? Kursorun solun. T, T, N, A. Bu silindi. 3 dəfə də delete. Delete də sağı silir. Ə, H, S. Bunlar da silindi. Nə qaldı? Burada qaldı dist. Burada da qaldı il. Distil. Burada da cavabımız A variantı olar 82-də. 83-də Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Deməli, bu nədir belə? Sətirlərə aid sual tipidir. Deməli, deyir ki, B bərabərdir, böyük A-nı kiçik A-dan əvəz elə. Deməli, B bərabərdir, olacaq B, A, T, R, A, M, I, Batrami. Böyük A-nı kiçik A-dan əvəz elədik. İndi X1-ə baxaq. X1 bərabərdir nəyə? A find P. Find nə edirdi? Qarşına çıxan ilk indeksin nömrəsini. 0, 1, 2, 3, 4. Baba, bunun nəticəsi, bura qədər olan nəticə bizə verir 4 üstəgələk. İndi deyir ki, B-nin ikinci indeksindən sonra A simvolunun indeksini axtar. 0, 1, 2, 3, 4, 5, 6. Bax, burada deyir ki, B-nin 2-dən sonrasında. B-nin 2-dən sonrası bu Trami hissəsidir. Trami sözündə find A. A indeksini axtar. Bu da 4-dür. X1-in qiyməti olacaq 8. İndi X2 nəyə bərabərdir? A plus B-dəki A-ların sayı. Baxıram ki, A-da ümumiyyətlə A yoxdur. B-də də 2 dənə A var. Deməli, bu olacaq 2. Üstə gələk, len B-nin 3-cü indeksindən sonrasını say. Len B-nin 3-cü indeksindən sonrasını saysam, deməli, deməli, bu da bizə nə verəcək? Bu da bizə verəcək 1, 2, 3, 4 verəcək də. 2 ilə 4-ü toplasam, bu da mənə verir 6. X1 üstə gəl X2. 8 plus 6, bu da mənə verər 14. Bu da olur 83-cü sualımızın izahı, cavabımız 14 olar. 84-cü suala baxıram. Alqoritm fraqmentinin icrası nəticəsində A dəyişəninə 67 qiyməti alınmışdır. Bu fraqmentin yerinə yetirilməsinə qədər B dəyişəninin qiyməti neçə olmuşdur? Deməli, A-yı 67 alıbsa, buradan mən B bərabərdir. Elə bunu B olaraq düşünürəm hələ ki. A 12-dirsə, A-nın burada yeni qiyməti B plus A 12-dir də. B plus 12 plus 2, B plus 14 olasıdır. Onda B-nin təzə qiyməti B plus 4 olaraq saxlayıram bunu. Onda mən A-nın təzə qiyməti bərabər olacaq 2B. Yəni B-nin sonuncu qiyməti B plus 4-dür. 2 vurulsun B plus 4 və üstə gələk A-nın qiyməti. A-nın qiyməti də B plus 14 idi. Üstə gələk B plus 14. Nə alınıbdı? 67. Bunu 67-yə bərabər eləyirəm. 2B üstə gələk 8 üstə gələk B üstə gələk 14 bərabərdir 67-yə. Buradan 3B bərabərdir 67-dən 14, 8, 22-dən çıxsam 45-ə. Və B də bərabərdir 15 alaram. Burada da 84-cü sualda sualımın cavabı 15 olar. Yəqin ki, yoxlasaz 15, 12, 27, 29. 29 ilə 19. Buraya 29 alasıyıq. Burada 19 alasıyıq. 2B 38, 29, 67 verər, doğrudur. Deməli, burada nə deyir? Deyir ki, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Deməli, buradan Y fərqlidir 0-dan. Birinci bu siyahıya baxıram. S bərabərdir 0. Deməli, bunun indekslərinə görə nömrələyək. 0, 1, 2, 3, 4, 5, 6, 7. For i in range 1-dən len elə qədər. 1-dən yəni 8-ə qədər. If li minus 1 bərabərdirsə 1-ə. İndi mən baxıram. Li 1-dən başlayıram deyə birinci və 0-cı indeksləri götürürəm də. Yəni birinci li. Li yəni L1. L1 neçədir? 24. Birinci gəlirəm burada 24.
Yəni x'in yerinə. Bir də li minus 1. Li minus 1 də 1 minus 1 sıfırdır. 24, 16. İndi gəlirəm burada. Y sıfırdan fərqlidir. 16 sıfırdan fərqlidir. Bəli. T bərabərdir. X'in Y-ə bölünməsindən alınan qalıq. 24-ün 16-ya bölünməsindən alınan qalıq 8-dir. Onda X-i Y-ə bərabər eləyir. X-in qiyməti olur. X-in qiyməti olur Y-ə bərabər. X-in qiyməti olur Y-ə bərabər. Yəni X bərabər olur 16-ya. Çünki Y-in qiyməti 16 idi. Y-in də qiyməti bərabər olur 8-ə. Y-in də qiyməti bərabər olur 8-ə. Və təzədən biz qaydırıq dövrə. Təzədən biz qaydırıq dövrə. Y sıfırdan fərqlidir? Yox. X-in Y-ə bölünməsindən alınan qalıq hesablanır. X 16 idi. 16-nın Y-də 8-dir. 16-nın 8-ə bölünməsindən alınan qalıq 0-dır. Onda X bərabərdir Y-ə. X-in qiyməti 8 olur. Y-in də qiyməti 0 olur. 0 0-dan fərqlidir. 0 0-dan fərqli deyil deyə return X bizə X qaytarılır. Yəni 8 qaytarılır. 24 ilə 16-dan 8 qaytarılır. Yəqin ki, bu əbobu hesablayır da bizdə. Deməli, bu bərabərdirsə, li minus 1 1-ə bərabərdirsə, bu li minus 1-i cəmlə. 1-ə bərabər deyil deyə sonra davam edirik. Təzədən qaydırıq dövrə. I-nin 2 qiyməti ilə onda L2, L1. L2, L1. Bax, burada 25, 24-dür. Bax, elə bir burada növbəti gəlib 25, 24-dür. Bunlar qarşılıqlı sadə ədədlərdir deyə. Bu əbob alqoritmidir. Bu bizə 1 verəcək. Bu bizə 1 verəcək. Yəni, bu 25 ilə 24. Lap istəyirsiniz yoxlayaq. Baxın, burada X-in Y-ə bölünməsindən alınan qalıq. 25-in 24-ə bölünməsindən alınan qalıq 1-dir. X-i Y-ə bərabər eləyir. Yəni 25-i 24-ə bərabər eləyir. Y-i də T-yə bərabər eləyir. Yəni Y-i də 1-ə bərabər eləyir. Y ilə bərabərdir 1-ə. İndi buradan 1 fərqlidir 0-dan. Hə? 1-in 24-ə X-in Y-ə bölünməsindən alınan qalıq. 24-ün 1-ə bölünməsindən alınan qalıq 0-dır deyə gəlir X-i Y-ə bərabər edir. X-in qiyməti 1, Y-in qiyməti 0 olur və X-ə çıxışa bizə 1 verəsidir də burada artıq. Deməli, burada bu yuxarıda gördüyümüz alt proqram ancaq əbobu hesablayandır deyə hər dəfə baxasıyam. Bax, deməli, burada 16-24 cütündə mən əməliyyat icra eləmirəm. Elə bir hissə götürəm də. Bir dəfə 16-24 götürəsiyəm. Bir dəfə 25-24 götürəsiyəm. Belə deyək, bizə dəqiqə. Bir dəfə 24-16. 24-16-da nəticəyə aldım 8. Bu, bunların əbobudur. Sonra 25-24 götürəcək. Qarşılıqlı sadə deyə nəticəsi bizə 1 verəcək. Ondan sonra 40-25 götürəcək. 40-25 götürəndə bunun nəticəsi bizə yəni 1 verməyəcək də. Bu, çünki 5-ə bölünürlər. Bunların əbobu var. Sonra 42-40-ın nəticəsi. 42, 40-ın nəticəsi də bizə 1 verməz. Sonra gəldik, baxdıq. 43-42-nin nəticəsi bizə 1 verir. Bax, bu 43-42-nin nəticəsi qarşılıqlı sadə ədədlərdir deyə bizə 1 verəcək. Sonra bir də 86-43-ün nəticəsi qarşılıqlı sadə olmayacaq. 22-86-nın nəticəsi də qarşılıqlı sadə olmayacaq. 1-ə bərabər olan hallarda bunları cəmləyəcək. Yəni, bunları 25, üstəgəl 24, üstəgəl 43, üstəgəl 42. Və bu cəmi hesablayasıyam. Bu da mənə nə verəsidir? 25 üstəgələk 24, 49 verir. 49-un üstünə 43 gəlsək 92 verir. 92 ilə də 42-ni toplasaq 134 alarıq. Əgər hesablama səhvi eləmədimsə, nəticə 134-dür. 85-ci sualda. 86-cı sualda verilmiş qrafda tillərin sayı x, qonşuluq matrisindəki sıfırların sayı y ilə işarə edilmişdir. X plus y ifadəsinin qiymətini müəyyən edin. Tillərin sayı x bərabərdir. Birinci təpələri sayaq. Deməli, burada neçə təpə var? 1, 2, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. Səhv saymadım ki.
Yox, 1, 2, 3, 4, 5, 6, 7, 11, 12, işte burada 15. Deməli, təpələrin sayı 15-dirsə, təpə 15 dənə təpəsi var. Onda burada xanaların sayı təpələrin kvadratı qədər. 15-in kvadratı 225 dənə xana var. Onda mən tilləri saysam 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17. Yəqin ki, səhv saymamışam. Tillərin sayı 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17 dənə til var. 17 dənə til var. Onda birlərin sayı 17 vur 2, 34'tür. Onda sıfırların sayı da xanaların sayından birlərin sayını çıxanda sıfırların sayı qalacaq. 5-dən 4-ün 1, 22-dən də 3-ün çıxanda 19, 191, x plus y istəyir. Y nəyin sayıdır? Sıfırların sayı y idi də. 191 ilə 17-ni toplamalıyıq. 191 ilə də 17-ni toplayanda 7, 1, 8, 9, 1, 10, 0, 1 yadda. 1, 1 də yadda 2. Burada cavab alırıq 208. Bu da oldu 86. 87-də deməli belə. Sistem proqram təminatı nə var burada? Arxivator var, 1C. Xidməti proqramlar var, Y. Tətbiqi proqram nə var? Nəşriyyat sistemi, B. Qrafik redaktor, D. Və bir də proqramlaşdırma alətləri nə var? Translyatorlar var, 3-ə də A. 87-ci sualımızda. Aha, gəldik bunlara. Nə deyir bizə? Burada bizə deyir ki, klaviaturadan daxil edilmiş natural ədəddən böyük olan ən kiçik sadə ədədi çapa verən proqramı Python dilində yazın. Deməli, bircə dəqiqə Python açaq. Aha, deməli bizə nə deyir? Deyir ki, ə, klaviaturadan hmm, klaviaturadan daxil edilmiş bizə dəqiqə Python-u paylaşaq. Ə, deməli belə. Sualımız belə idi də. Bunu bir balaca kiçildək ki, oxunsun. Deməli belə. Ə, pəncərəni də biraz kiçildək. Aha. Deməli nə deyir bizə? Deyir ki, klaviaturadan daxil edilmiş natural ədəddən böyük olan ən kiçik sadə ədədi çapa verən proqramı Python dilində yazın. Deməli biz e, gələk başlayaq. N bərabərdir. Necə yaza bilərik? Ədəd daxil eləyək. N bərabərdir int int input deyək. Int input deyək. N bərabərdir. Aha. Sonra deməli həmin ədəddən sonraki ədədi çap eləməliyik də biz. Gələk deyək ki, n bərabərdir, ədədi artıraq. Həmin ədəddən sonraki ədəd deyir axı. Ədədi bəri başlarından bir vahid artırıraq. Burada yəqin ki, mürəkkəb dövrdən istifadə eləyərik. Çünki həm ədədi bir-bir artırıb yoxlamaq lazımdır, həm də ədədin sadə olduğunu yoxlamaq lazımdır. Mən deyirəm ki, while true. While true. Aha. While true dedikdən sonra deməli bir tutaq ki, belə deyək də, bircə dəqiqə bunu birinci düşünək. Düşünəndən sonra nə tər yaza bilərik?
Elə bunu ancaq belə yaza bilərik. Ə, Yaza bilərik while true. Məsələn, tutaq ki, mən sadə ədədi axtarıram da. Tutaq ki, yazıram ki, sadə bərabərdirsə, true-ya, sadə bərabərdirsə true-ya. Ondan sonra gəlirəm mən bir dövr qururam. Ə, for i in range, for i in range. Məsələn, gəlib deyirəm 2-dən n-ə qədər, 2-dən n-ə qədər və gəlib deyirəm ki, if mənim n ədədim i-yə bölünməsindən alınan qalıq sıfıra bərabərdirsə, sadəni bərabər elə false-a. Bu nə deməkdir? Və burada da prosesi dayandır. Yəni for üçün prosesi dayandır. Ümumi prosesi dayandır demirəm. E, Baxın, burada dediyim şey budur. Eni bir vahid artırırsınız. Eni bir vahid artırırsınız və buradan while-dan ədədin sadə olub olmadığı yoxlanır. Sadə bərabərdir. True-da nə deyirsiniz? Yəni burada düşünürsünüz ki, sizin bu prosesiniz sadə bərabərdir true. Yəni sizin ədədiniz sadədir. Burada ədədin sadə olduğunu düşünürsünüz. Sonra və bu for dövrünün içərisində ədədin 2-dən başlayaraq hər hansısa bir ədədə bölünüb bölünmədiyini yoxlayırsınız. Yəni məsələn n plus 1, məsələn mən n-ə daxil eləmişəm 15, misal üçün deyirəm. Düşünürəm ki, mənim sadə ədədim doğrudur. 15 2-dən başlayıram 15-ə qədər. N-in, yəni 15-in 2-dən 15-ə qədər hər hansısa bir ədədə burada bölünüb bölünmədiyini yoxlayıram. Yəni məsələn 15 2-yə bölünmür, 15 2-yə bölünmür. Onda bu proses icra olunmur. Amma gəlib i-ni 3 götürəndə 15 3-ə bölünür deyə deyirəm ki, artıq bu sadə bərabərdir false. Yəni ədəd sadə olmayacaq və prosesi 15 üçün dayandırıram, break deyirəm. İndi gəldik, baxdıq. Sonra təzələndən gəlirəm mən bir də şərt verirəm. Növbəti şərtdə deyirəm ki, if buradan götürürəm sadə. Sadə daxil true'dur. Yəni ədədim həqiqətən sadədirsə, ədədim sadədirsə. Onda gəlib yazıram ki, print. Deməli, belə deyək də, print nəyi? Elə eni yazmaq olar da, sadə ədəd, print, dırnaq içərisində yazaram, sadə ədəd və gəlib çapa verərəm, sadə ədəd bərabərdir deyək və çapa verərəm eni. İndi gəldik, baxdıq, sonra da deyərəm break. Sonra da deyərəm break. Artıq bu break, bu artıq while dövrünü dayandıracaq. Buradakı break. Bax, bu break for dövrünü dayandırmaq üçündür. Amma buradakı break bütövlükdə while dövrünü dayandıracaq. Və tutaq ki, bu şərtdə ödənmədisə, onda gəlsin neynəsin? Heç nə. Eni bir vahid artırsın və prosesə yenə davam eləsin. N bərabərdir. N plus 1 deməliyəm. Əgər mən bunu çalışdırsam, run, okay, gəlirəm, deyirəm sadə, enter vurdum, deməli belə, sonraki, deməli sadə ədəd deyək, yaxşı. Enter vurdum, deməli gəlir məndə n bərabərdir, n-ə bir ədəd. Məsələn, mən 18 daxil edirəmsə, 18-dən böyük növbəti ən kiçik sadə ədəd 19-dur, sadə ədəd 19 verdi. Yoxlasaq başqa bir ədədlə run deyək. Məsələn, mən n-ə 45 daxil etsəm, 45-dən sonra gələn sadə ədəd 47, deməli proqramımız doğrudur, işləyir. Bunları sildim. Gəlirəm, baxıram. 89 hərf və rəqəm simvollarından ibarət sətr klaviaturadan daxil edilmişdir. Bu sətirdə olan sonuncu rəqəm simvolunun indeksini çapa verən proqramı Python dilində yazın. Deməli, bunu nətər yaza bilərik? Sonuncu indeks axırdan indi burada bir məsələ var. Sonuncu indeksini müsbət olan indeks istəyir. Görəsən, mənfi şəkildə çapa vermək. Yəni, bu sualı tutaq ki, sonuncu indeks əvvəldən sayanda müsbət olur. Axırdan sayanda axırdan da verə bilərəm də. Mən onu mənfi ola bilər. Burada bir sualı bir balaca dəqiqləşdirsəydi əslində daha yaxşı olardı. Deməli, buradan nətər vermək olar? Yəni, bu sadədir əslində.
Məsələn, mən bir sətir daxil edirəm. N bərabərdir, input deyirəm. Input deyirəm. Input dedikdən sonra daşı buradan da dedim ki, sətri daxil edin. Sətri daxil edin. Qoşa nöqtəsini qoyaq, dırnağı bağlayaq, mötərizəni bağlayaq. E, deməli deyir ki, sonuncu rəqəm simvolunun indeksini. Sonuncu rəqəm simvolunun e, indeksini. Deməli belə. Hə, burada burada məsələ fərqlidir. Rəqəm simvolunun indeksini desəydi, hə, mən düşündüyüm biraz qəlizdir. Mən ağlıma sonuncu rəqəm simvolunu heç yəni ilk yazasaydım rəqəm simvolunun indeksi. Ancaq ki, burada bizdən sonuncu rəqəm simvolunun indeksini istəyir. Deməli, burada mən hər dəfəsində hər dəfəsində ə, gəlin belə eləyim. Bir dənə boş siyahı götürürəm. A bərabərdir, boş siyahı götürürəm. A bərabərdir, boş siyahı. Və hər dəfəsində rəqəm simvollarının indekslərin, hər dəfəsində rəqəm simvolunun indekslərin gəlib həmin A siyahısının içərisinə əlavə eləyəcəm. Deyirəm ki, for i in for i in for i in range deyək, for i in range. Len n deyək. Len n deyək. Len n desək, bu n sətrinin n sətrinə birbaşa müraciət eləyəcək. Və gəlib deyirəm ki, əgər i'ləri bir-bir axtarıram, i'lər rəqəmdirsə, if buradan şərt verirəm. If n'in i'inci indeksi if ni böyükdür, bərabərdirsə dırnaq içərisində yazacağım 0, çünki bu sətirdir. Ni kiçikdir, bərabərdir də 9-dan. Gəldik, buradan yazdıq. Kiçikdir, bərabərdir. Dırnaq içərisində yazmalıyam 9-dan. Qoşa nöqtə. Əgər bu ödənirsə, onda bunu A siyahısına əlavə elə. i nöqtə append A. Deməli, indi gələk baxaq. Bunu A siyahısına əlavə elədi və A siyahısının sonuncu, yəni bu rəqəm olan indeksləri siyahıya yığacaq. Siyahıya yığandan sonra gəlib burada deyirəm ki, print, burada. Aha. Gəlib burada deyirəm ki, print A-nın len deməli A-nın len A-1-ci indeksi. Len A elementlərinin sayıdır. Məsələn, 5 element varsa, sonuncu indeks 4-cüdür də. 4-cü. Print len len A çıx 1. Len A çıx 1 deyirəm. Mötərizəmi bağlayıram. Buradan gəlib mən bura run dedim. Run dedikdən sonra OK versəm, A, mən mötərizələrdə səhv eləmişəm. Bircə dəqiqə. Bunu belə mötərizədə verməliyəm. Yox, bunu belə mötərizədə verməliyəm. Len A, bunu da belə mötərizədə verməliyəm. Len A, len A çıx 1. İndi mötərizələrim düz olmalıdır. Run verdim, OK verdim. Sətri daxil edin. Məsələn, AB 23, GH 45, F5, K8, L versəm, K8L versəm. Deməli, gəlin baxaq. Bunun çıxışında bircə dəqiqə, mən buradan indeksləri nömrəliyim. Hara getdi? İndekslərimi nömrələsəm mən burada elə bir 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Bax, bu
11-ci indi 11 verməlidir də çıxışa. Mən gəldim buradan enter vurdum. Enter vursam bay səhv verdi. Nəyi səhv eləmişik? Int object deməli belə bircə dəqiqə. Səhvimizə baxaq. Hə, a.append i yazmaq əvəzinə a.append i.append a yazmışam, səhv eləmişəm. a.append i deməliyəm. Bir də gəldik, run verdik, OK dedik. OK dedik. Sətir daxil edin. Məsələn, K5C7H8T9L. Belə bir sətir verdim. İndi gəlirəm bu sətri 0, 1, 2, 3, 4, 5, 6, 7, 8. Bu mənə çıxışa sonuncu rəqəm simvolunun indeksi 7 verməlidir. Enter vuranda 7 verir. Deməli yazdığımız proqram doğrudur. Bu da olur növbəti sualımızın izahı. Sonra nə qaldı? Sonra qaldı deməli 90-cı sual blok sxem fraqmenti. Bu blok sxem fraqmenti də girişə n natural ədədi və n sayda həqiqi ədəd daxil edilmişdir. Bu həqiqi ədədlərdən müsbət olmayanların sayını çıxışa verən alqoritmi blok sxemini qurun. Deməli, heç nə. Buradan da gəlib nə deyərik? Qələmimizi aktivləşdirək. Buradan verərik başlanğıc. Buradan n sayda ədəd. Bu ədədlərin sayı n sayda ədəd. Bu həqiqi ədədlərdən sonra saymaq üçün sonra say bərabərdir 0 və i bərabərdir 1 deyə birdən nə qədər ədədlər və gəlib deyirəm ki, nə qədər ki i kiçikdir bərabərdirsə n-lə, i kiçikdir bərabərdirsə n-lə. Gəlib burada nə deməliyik? Bu istiqamətdə yazıram. Hə qolunda mən təzədən yeni bir ədəd daxil eləməliyəm. Yeni bir x ədədi daxil edirəm. Bu ədədlərdə müsbət olmayanların sayını çıxışa verən ədəd daxil elədikdən sonra təzədən şərt qoyuram. Şərtdə deyirəm ki, müsbət olmayan deyirsə x kiçik bərabərdir 0. Çünki müsbət deyilsə mənfi də ola bilər, 0 da ola bilər. X kiçikdir bərabərdir 0 verirəm. Təzədən burada hə və yox qollarına ayırıram mən bunu. Bu olsun hə qolu, bu olsun yox qolu. Yox qolun təzədən gətirib neynəməliyəm? Şərtə qaytarmalıyam. Hə, indi bunu şərtə qaytarmalıyam qaytarmasına. Ancaq ki, i-ni bir vahid artırmalıyıq. Hələ ki, yox qolunu saxlayıram. Hə qoluna baxıram. Hə qolunda olmayanların, həqiqi ədədlərdə müsbət olmayanların sayını. X kiçik bərabər 0 hər şərti ödənirsə, gəlib deyirəm ki, buradan say bərabərdir, say plus 1. Say bərabərdir, saymalıyam da bunu. Say bərabərdir, say üstəgələk 1. Aha, və təzədən bunu gətirirəm şərtə, bu yoxu da gətirirəm şərtə. Bunların hər birində i-ni də gəlib bir vahid artırmalıyam. i bərabərdir, i üstəgələk 1. Bunu qaytardıq şərtə. Şərtə qaytarandan sonra təzədən gəlirəm. Yox qolunda. Başqa elə bir şey yoxdur. Yox qolunda sayı çıxışa verirəm. Say dəyişənin çıxışa verirəm və prosesi sonlandırıram. Bu da oldu bizdə 90-cı sualımızın izahı. Deməli, belə. Ümidvaram ki, hər biriniz üçün video izahımız faydalı olar. Sualları sürətli şəkildə izah elədim. Ola bilsin ki, hər hansısa əvvəlcədən ön hazırlığımız olmadığına görə sualda hesablama səhvi və yaxud izah səhvi eləyə bilərik. Suallarla bağlı, həmin səhvlərlə bağlı şərh bölməsinə qeyd eləyərsiniz, zəhmət olmasa. Diqqətinizə görə sağ olun. Kanalımıza abunə olmağı və videolardan digər şəxslərin də yararlanması üçün videolarımızı paylaşmağı unutmayın. Sağ olun, hələlik.